Hörmətli izləyicilərimiz, hər kəsə salamlayıram. Bir dənə ev tapmışam sizin hörmətli izləyicilərimiz. 4 otaqlı, 3 sot yarımın içində hörmətli izləyicilərimiz. Bir dənə havası var, saranın ən gözəl yerlərindən birində yerləşir. Bax, ərik ağacının altındayım. Samavar da buradadır. İndi qalıyır qardaş bizim pık-pık qaynayacaq, içi hörmətli izləyicilər. Bu həyat evinin yerin, bağ evinin yerin heç nə verməz. Sakitçilik, bax quşların səsi gəlir. Ətraf tam yaşıllıq, hörmətli izləyicilər. Çox uzatmayaq, qiymətini deyim başlayaq. 3 sot yarımda 85 minə 4 otaq tapmışam sizə. Bilirəm, ideal variantdır, ideal. Baba həyətidir, hörmətli izləyicilərimiz. Baxın bir dənə həyətinə, genişliyinə. Bax, geniş bir dənə burada həyəti var. 3 sot yarımdır. Evin hər bir tərəfinə dolaşmaq olur. Görürsünüz burada hörmətli izləyicilərimiz. Gəlin bax, burada ərik ağacından tutmuş, bax burada cavalısına qədər hər bir ağacın maşallah. Bir dənə gerçək hörmətli izləyicilərimiz baxsın. Baba hörmətli izləyicilərimiz. Bir dənə çək. Bax cavalısına qədər var. Burada şaftal ağacı hörmətli izləyicilərimiz. Qardaş maşallah zəhmətkeş qardaşdır bax. Bunlar da şaftalı deyirsən. Badama da oxşuyur, amma şaftalı deyil. Badamdır, hörmətli izləyicilərimiz. Bu deyəsən badam ağacıdır. Orada bir dənə armud ağacı var. Əsl bildiyiniz bağ həyətidir. Sakit yerdir. Sarayda bu badamlıq tərəfdə yerləşir. Bilən bilir ki, badamlıq sarayın ən gözəl yerlərindən biridir. Əsl bağ evi istəyənlər üçün var, bir şinəsi də var. Bir dənə fikir verirəm, qonşularımızda. Burada torpaqlar 3 sot, 4 sot, 5 sotdur. Bağın bağçanın ətrafındadır, yaşıllıqdır. Burada bir dənə evimizin belə bir balkonu var. Gəlin görək hizmətini. Bax, gör eviyyəsi o qədər səliqəlidir ki, evin hər tərəfini belə görürsünüz, tam etdik. Orada, bax, evimizin bu tərəfində hörmətli izləyicilərimiz. Bir dənə klavbotkası yerləşir. Burada kombisi, pitminutkası, özü pitminutkalar köhnə pitminutkalardan. Əldanmışım eləyib buranı. Tam səliqəli səhmanlıdır. İndi keçək görək, indi evdə nə vəziyyət var. Ləncəyinə qədər var hörmətli izləyicilərimiz. Gəlin, bax burada bir dənə balkon var. Bax, burada bir dənə gəlir biləcək, rigellər. Bu betonu görsün, mən bu boyda beton görməmişəm. 60-ın 50-yə rigeldir. Üstün çalmaboy taxtası. Şəxsi özünə tikilmiş evdir hörmətli izləyicilərimiz. Özü üçün tikib, yəni şəxsi özünə. Gəlin keçək, hörmətli izləyicilərimiz. Burada solda bir dənə mətbəx. Burada bir dənə gözəl bir dənə mətbəxi var, hörmətli izləyicilər. Hər bir şey qaydasındadır. 4 dənə lüstürü, mətbəx də ki, maşallah, qardaş qeyd elədi, 7 metr nə qədər mətbəx olmalıdır. Yəni, evimiz maşallah oturmuş ev, şəxsi tikilib, 4 otaq, 3 sot yarımda, 85 minə, yəni inandığım sizi tapabilməzsiniz. Burada giriş hissə, koridor hissə istipoldur. Burada sanuzeldir. Bax, burada sanuzel hamısı qaydasında. O silmə ilə vandası da var orada. Nəzətini tutacaq göstər. Hörmətli izləyicilərimiz baxsın, duşu zaten hamısı qaydasında. Hörmətli izləyicilərimiz. Evimiz ümumi 140 kvadratdır, onu da qeyd edeyim. Keçək zala, bu zalı hörmətli izləyicilərimiz çox gözəldir. 4-ün 7-yə, 28 kvadratdır zalı. O geniş 4 otaq ev istəyənlər var ha. Onlar üçün ideal bir dənə variantdır. Mən bunu danışa-danışa özə bir dənə müştəri var, yadıma düşdü, onu da təklif edəcəm özə bunu, hörmətli izləyicilər. Gəlin. Hörmətli izləyicilərimiz, bura bir otaqdır, baxa bilərsiniz. Uşaq yataq otağıdır. Kifayət qədərdir, otaqlar hamısının təmiri yaxşı vəziyyətdədir. Burada bir dənə böyük yataq otağıdır, bura 18 kvadratdır. Ümumilikdə evimiz 140 kvadratdır, hörmətli izləyicilərimiz. 140 kvadrat, 4 otaq evdir. Şəxsi özü üçün tikilmiş evdir, hörmətli izləyicilərimiz. Bir dənə də yataq otağı buradadır. Baxa bilərik, bir dənə oradan göstər. Pərdəsi, lüstürü, hər bir şey qaydasındadır. 4 otaq, 85 minə. Bu qiymətə ev yoxdur, hörmətli izləyicilərimiz. 3 sot yarımda. Buyurun, zəng eləyin. Bu gözəl evi əldən qaçırmayın.